Salamlar. Ne danışıyorsun? Sabah Novruz bayramı. Hər vaxtınız xeyir olsun. Novruz bayramınız mübarək olsun. Bəli, Azərbaycanda Novruz bayramı qeyd olunur. Azərbaycan adət ənənələrinin uzun illərə söykənən bir bayramı. Burada küsənlər barışır, burada insanlar bir yerə toplaşır. Amma etiraf eləmək lazımdır ki, son illər, xüsusən də bu il Azərbaycanda bayram ab-havası demək olar ki, əvvəlki illərə nisbətən qat-qat aşağı səviyyədədir. Bir neçə il bundan öncə burada daha çox insan var idi. Amma artıq insanlar yoxdur. Çünki Novruz ab-havası yoxdur. İnsanlarda pul yoxdur. Doğrudan da çətindir vəziyyət. Dolanan belə. Görürsünüz, bomboş. Hesab edirəm ki, bunun birinci amili innovasiyaların inkişafı, yeniliklər, tez-tez dəyişən gündəm və ən əsas maddiyyata bağlıdır. Bəli, maddiyyatın belə bir bayramın keçirilməsində böyük bir xidməti var. Çünki adamın pulu olanda əhvalı yaxşı olur. Adamın pulu olanda arzuları Çin olmağa yaxın olur. Pul demək olar ki, hər şeyi belə deyim də yaxınlaşdırır. Bundan başqa əzizlərim, qiymətlər də artır. Hər bayramda, hər il qiymətlər artır. Söhbət tək ərzağı demirəm, yəni ümumi ərzağı deyirəm, yəni belə deyim də, həqiqi mənasında tərəvəzi, meyvəsi, əti, yağı, unu, yəni bir mağazada satılan nə varsa hər şeyin qiyməti qalxır. Təbii ki, insan da bu birini ala biləndə, ikisini ala bilməyənin təvəssüsdən düşür. Şəxsən mən özüm də bayrama hazırlaşmıram. Bayram mənim üçün bir simvolik rol oynayır. Açıq rol oynamır. Ümumiyyətlə, etiraf eləmək lazımdır ki, sənin də evində milyonların yoxdursa, bəli, söhbət milyonlarda gedir. Yəni, bugün 1 milyon manat dünya miqyasını götürəndə elə böyük pul deyil. 9 gün, 10 gün bayram olur. Birisi də dövlət qurumları işləmir. Azərbaycanda böyük bir tətil, ən böyük tətillərdən biri elə Novruz bayramında olur. Birincisi mən deyərdim. Artıq bu günlər qazandığı yeyirsən sən. Artıq ehtiyatda 3 manat uzansa o məhv olub gedir. O ki qaldı bazarlar ot tutub, alışıb yanır. Mən bilmirəm bu alverçilər mi deyim, bu məhsulu hazırlayanlar mı deyim, bunlar bir bayramdan sonra bunlar Qalenvagin almaq istəyir, bunlar Range Rover almaq istəyir, mən başım sınır. Belə bazarın özündə qoz da bahadır, fındıq da bahadır. Bilmirəm, bizdən qoz alan yoxdur, yoxsa ümumiyyətlə qoz alan yoxdur. Bəruz, səmənləri yenə yığmışsan. Amma o səmən alan yoxdur. İndi bilmirəm məndən al verir ya yoxdur, yoxsa səmən alan yoxdur. Hamısı qalıb az günə. Gəlin, nə gəlin bu bayramı kesildi. Tonqal satırlar 18 manata, 20 manata, pomidorun qiyməti 4-5 manat olub bazarda, xiyar. Yəni bu nəyi biçirsiniz siz? Bu nəyin qiyməti? Bilirsiniz, bir ölkədəki nəzarət bazarlara, ümumiyyətlə bu obyektlərə, satış obyektlərinin nəzarət bir balaca az oldusa, təbii işbazlar öz işlərini görməyə can atacaqlar. Əhval-ruhiyyə çox aşağı, dəhşətli dərəcədə. İnsanlar özü gülmür. Mən son vaxtlarda bir bayram görmədim, cəmaət özü gülsün. Yəni, çox belə pərişan. Səbəbini bilmirəm. Əlhəmdülillah, salamaçlıqdır. Düzdür, biz qonşu ölkələrdə biraz narazılıqlar olsa da, bir çəkişmə falan olsa da, bizə əlhəmdülillah hər şey qaydasındadır. Amma o ki qaldı insanın ümumi duruma, onu da artıq siz yazın. Siz bazardan qoz, fındıq və yaxud digər məhsullar ala bildinizmi? Təhqiq edəcəksiniz.